Herkese salam. Gəlin 9-cu sinif üçün dünən keçirilmiş buraxılış imtahanındakı short text suallarını izahına baxaq. Deməli 5-ci suala baxırıq. 5-ci sualda qeyd olunur ki, əziz səyahətçilər, zəhmət olmasa at least 2 hours before, yəni ən az 2 saat əvvəl gəlməyi xatırlayın və özünüzlə pasport, biletləri gətirdiyinizə əmin olun. Yükünüzü diqqətlə yerləşdirin və nə gətirməlisiniz haqqında əsas vacib qaydaları oxuyun. Biraz qida və səyahət üçün su gətirməyi də unutmayın. Have a safe and enjoyable journey. Təhlükəsiz və əyləncəli səyahət arzu edirik. Xoş arzularla, bravo səyahət agentliyi. Gəlin baxaq A variantına. Passengers will be provided with food and water by the agency. Biz burada məhsul növ strukturu görürük və bilirik ki, burada məhsul növlü cümlədəki by tərəfindən kimi tərcümə olunur. Çünki by sözünün tərcümələri çoxdur. Sərnişinlər qida və su ilə agentlik, yəni şirkət tərəfindən təchizatlandırılır. Xeyr, şirkət məlumat olaraq göndərir ki, özünüzlə gətirməyi unutmayın. A variantını gəlin çıxaq. B variantında travel agency will prepare noodles about taking something to their flight. Deyir ki, səyahət şirkəti uçuş haqqında nəyisə gətirmək barəsində yeni qaydalar hazırlayacaq. Artıq qaydaları elan edib. Özünüzlə bileti, pasportu gətirin, əsas qaydaları oxuyun, gəlin. Biraz qida və su gətirin. Yəni yeni qayda hazırlayacaq ifadəsi bu short text üçün doğru deyil. C variantı. Passengers should be at the airport only an hour before their flight. Bizim sınaqlarda da yanlış çıxdığı kimi imtahanda da yanlış çıxdı. Only olan variantı çıxdıq. Çünki ən avə 1 saatdır, lakin burada 2 saat əvvəl gəlmək qeyd olunur. D variantı. Agency asks passengers not to forget taking their passports and tickets. Yəni unutmamağı xahiş edir pasport və biletləri. Remember, xatırlayın, not to forget, yəni unutma. D variantı doğru cavabdır. E variantı are not allowed. Səyahətçilərə özləri ilə yük gətirməyə icazə verilmir, lakin xeyr, deyir yükünüzü ehtiyatla yerləşdirin. Deməli, doğru cavab oldu. D variantı tərcümə ilə yazılacaq short textidir. Və siz necə yazmışsınız bu sualı? Daha çox video üçün kanalıma abunə olmağı unutmayın. Sağ olun.